Azal təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sükut Heydər Əliyev adına beynəlxalq hava limanında baş tutub. Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub. Qeyd edək ki, bugün Azala məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.